Cənab Prezident, bildiyiniz kimi mənə saldırı etmişdi Adil Əliyev. Mənə qarşı olan qatillər tutulub, 7 nəfər tutulub. Ancaq ona baxmayaraq onun göstərişini verən var. Azərbaycandan göstərişini verən Adil Əliyevdir. Mən adı sakit, adi bir idmançıyam. Mənim heç kəslə heç bir düşmənçiliyim və heç bir nifaqım yoxdur ki, bunu etsin. Və özü də dəfələrlə söyləmişdi ki, bax, hesabı edəcəm. Özü söyləmişdi, dəfələrlə söyləmişdi. Və Muay Thai Federasiyası mənimdir və özünə hər zaman Cənab Adil Əliyev deməklə özü onunla qürurlanır. Bir neçə gündən sonra mən xəstəxanadan buraxılacam. Ancaq Azərbaycana gəlməm mənim sual işarə altındadır. Qorxuram. Ona görə Azərbaycanda mənə hansı reaksiyanı veriləcək, kimləri qabağıma çıxardacaq. Evdə, liftdən çıxanda həmişə arxasıyla girirdim liftdən çıxana qədər. Ona görə mən bunu çoxdandır gözləyirdim. Yaklaşıyor bak. Oy. Çeneye vurdu. Öteki arkadaki siyahı yere düştükten sonra çarpmış şeyi. Hani sen Onu arkadaş ben göremedim. Gel bir daha geri gel. Yerden vurduğunda basmış kaçmış o arkadan siyah. O siyahı vurmuş. Allah